Salam dəyərli 9-cu sinif və 11-ci sinif şagirdləri və eyni zamanda 10-cu sinifin sınaq imtahanlarında düşən tipli sualdır. Deməli, AO burada radius olduğu üçün və bu hissə radiusdur. Radius olduğu üçün buradan F-dən də oyun məsafəsinə görə çəksək, burada da olur 13. İndi diqqətlə fikir verin. Bu K nöqtəsindən O nöqtəsinə qədər məsafə də radius olur. Burada da olur 13. Düzdürmü? İndi bu 13 olur. Diqqətlə fikir verin. Burada kənardakı hissə 1-dir. Deməli, bu ortadakı buradan bura qədər 13-dürsə, bu OD məsafəsi olacaq 12. OD məsafəsi 12-dirsə, indi biz bu Pifaqor teoreminə görə bax buradakı hissədən DK-nın kvadratı bərabərdir 12-nin daha doğrusu üstünə gəl. 12-nin kvadratı bərabərdir 13-ün kvadratı. Yəni 13-ün kvadratı bu artıq hipotenuz adlanır. Bax bu hissəni indi hal-hazırda eləyir. İndi buradan DK-nı tapırıq ki, DK olur 5. DK 5 oldu. İndi diqqətlə fikir verin. CK-nı istəyir bizdən. Bizdən ümumi uzunluq buradan bura qədər 13-dür axı. Onda CK bərabərdir 13 çıxılsın 5, cavabımız olur 8. Y variantı. İzləmədə qalın. Belə tipli maraqlı suallarla qarşınızda olacaq. Sadəcə videolara emoji buraxmağı unutmayın.